Müdavimlər adətən soruşurlar ki, müəllim, imtahana sayılı günlər qalıbdı, bizə konkret mövzular deyin ki, biz o mövzulardan oxuyaq. Hansı mövzuları məsləhət görərdiniz? Şagirdlərdən çoxu riyaziyyat dərsində aktivlik nümayiş etdirmir. Müəllim bunun səbəbini araşdırır və nəticədə dərsdə aktiv iştirak etməyən şagirdlərin bir çoxunun verbal lingvistik intellekti olduğu üzə çıxır. Howard Gardner nəzəriyyəsi. Şagirdlərdən bəziləri bu səbəbdən humanitar fənlərə meyil edirlər, bəziləri mövzunun maraqsız olduğunu, kurikulum prinsipləri, maraq söhbəti, pedaqoji tələblər, həmçinin həyatda lazım olmadığını bildirir. Həyatda lazım olması, ümumi təhsilin məzmunu, pedaqoji prosesin tamlığı, fən üstü inteqrasiya lazım olmadığını bildirir. Müəllim şagirdlərin rəylərinə əsasən strategiyalarında dəyişkənlik edir. Müəllim strategiyası, planlaşdırma, müəllimin təlim forması və təlim üsullarını seçməsi. Belə ki, mövzuları keçdikcə lazım gəldikdə fən üstü inteqrasiya edir. İnteqrasiya, verbal lingvistik intellekti şagirdləri nəzərə alaraq diferensial yanaşma, mətin şəklində çap edərək təqdim edir. Verilmiş siyasi ilə bağlı yanlış fikirləri müəyyən edin. Bir dənə bu 12-ci testdə baxmaqla siz görürsünüz ki, azı 6-7 mövzudan sual var. Müdavimlər adətən soruşurlar ki, müəllim, imtahana sayılı günlər qalıbdı, bizə konkret mövzular deyin ki, biz o mövzulardan oxuyaq. Hansı mövzuları məsləhət görərdiniz? Sadəcə 12-ci test sizə hansı mövzulara baxmalısınız sualına cavab verir. Çünki gördüyünüz kimi bir sualın içində 6-7 mövzudan birdən sual düşür. Buna görə də elə bu 12-ci sual sizə belə deyim ki, hər tərəfli şəkildə MİQ imtahanı göstərmiş olsun ki, metodik çərçivədə olan bütün mövzular imtahanda düşür.